أليس الله بكاف عبدا. Bismillahirrahmanirrahim. Həqiqətən həmd Allaha məxsusdur. Ən gözəl salavat və salam onun elçisinə, onun pak ailəsinə, davamçılarına olsun. Və bundan sonra demək istəyirəm ki, fiqh dərsimiz davam edir. Biz fiqhi mərhələli şəkildə 4 yerə böldük. Birinci, təşhir mərhələsi. Keçən dərsimizdə bunu geniş şəkildə izah etdik. İkinci isə fiqhin ikinci mərhələsi hicrətin 100-cü ilinə qədər olan məzhəblərdən əvvəlki mərhələ olan ikinci mərhələni geniş şəkildə gücümüz çatdığı qədər Allah inayəti ilə paylaşmağa, bölüşməyə davam edəcək. Demək, dedik ki, Allah Resulü sallallahu aleyhi ve sellemin vəfatı ilə təşhir mərhələsi bitdi. Lakin fiqh dayanmadı. Sahabələr, Allah onlardan razı olsun, Quran və sünnədən ictihad edərək, hökmlər çıxararaq insanlara fetva verdilər. Sahabələr arasında bir qrup fəqihlər meydana çıxdı. Onlardan fərqli fiqh və fətva yönümlü nəqillər bizə gəlib çatdı. Sahabələr mədrəsəsindən bir çox fəqih, tabinlər meydana gəldi. Beləcə, sahabələr və tabin təbəqəsi fiqh məzhəblər mərhələsindən əvvəl formalaşdı. Biz sahabələrin fiqhini, sahabələrin sözlərini, fiqh barədə olan sözlərini hansı kitablardan, hansı mənbələrdən öyrənə bilərik? Məsələn, İmam Əbu Hənifənin, bir kimsə İmam Əbu Hənifənin fiqhini öyrənmək istəsə, İmam Əbu Hənifənin məzhəbi olan Hənəfi məzhəbi kitablarına müraciət etməklə İmam Əbu Hənifənin fiqhini aydın bir şəkildə öyrənə bilər. Sahabələrin fiqhinə gəldikdə isə onların fiqhini öyrənmək üçün əsasən iki mənbə vardır. Birinci mənbə isnadla nəql edilmiş, yəni müsnəd mənbələr. İkinci mənbə isnadsız, qeyri-müsnəd mənbələr. Müsnəd mənbələrə aiddir Əs-Sən'anənin Musannaf Abdurrazaq əsəri, daha sonra Musannaf İbn Əbi Şeybə və üçüncü də qeyd edə bilərik ki, İbn Əl-Munzirin Əl-Əvsat əsərini qeyd edə bilərik. Lakin İbn Əl-Munzir Əl-Əvsat əsəri bəzi rivayətləri sənədli və bəzi rivayətləri isə sənədsiz verir. İkinci mənbə olaraq isnadsız, yəni qeyri-müsnəd mənbələri zikr edə bilərik. Bura əsasən Fiqh-ül Müqarana kitablara aiddir. Məsələn, İbn Qudamənin Əl-Muğni, daha sonra Əl-Məcmud əsərini qeyd edə bilərik və digər ixtilaf fiqhinə dair kitablara müraciət edən bir kimsə görə bilər ki, sahabələrin sözləri mənbəsiz olaraq, isnadsız olaraq zikr edilir. Məsələn, bir məsələni zikr edirlər, axırda deyirlər ki, bu görüşü Abdullah ibn Ömər, məsələn, Abdullah ibn Məsud, Zeyd ibn Səbit sahabələr də qəbul etmişlər. Heç bir sənəd olmadan, lakin müqayisəli şəkildə buna Fiqh-ül Müqarana kitabları aiddir. Bu dediyimiz kimi, sahabələrin dövründə fiqhlə bağlı ümumi bir mənzərədir. İndi isə, demək ki, fətvaları bizə gəlib çatan sahabələrə baxdıqda, Allah Resulü sallallahu aleyhi ve sellem sahabələrindən fətvası nəql edilənlərin sayı 130 nəfərdir. Bu 130 nəfər 3 yerə bölünür. Bunu İbn Həzm nəql edir. İbn Qayyim Ə'lamül Muvaqqin kitabında bunu zikr etmişdir. 130 sahabəni 3 yerə bölürlər. Birinci, çox nəql edən sahabələr, ikinci, orta dərəcədə nəql edən sahabələr, üçüncü, az nəql edən sahabələr. Lakin bilmək lazımdır ki, həmin sahabələr fetva sayına görə yox, bizə gəlib çatan nəqillərin sayına görə bu qruplaşma baş vermişdir. Və birinci olaraq cədvəldə də göründüyü kimi Ömər ibn Xattab radiyallahu anhu birinci yerdədir. İbn Həzm deyir ki, adlarını sayacağımız 7 kimsədən fetvaların hamısını toplasaq, hər biri ayrılıqda böyük həcmdə, böyük ciddə kitablar hasil olar. Ömər Əl-Xattab radiyallahu anh demək fətvalarını, hökmlərini, hüquq rəylər toplasa, ayrılıqda böyük bir kitab şəklində əldə etmək olar. Eyni sözü yerdə qalan 6 nəfər üçün də demək olar. Ömər Əl-Xattab radiyallahu anh fiqh baxımından Əbu Bəkr Sıddıqdan sonra sahabələrin ən fəqihidir. Ümmət icma etmişdir ki, hətta buna icma da nəql edirlər ki, Əbu Bəkr Sıddıq sahabələrin içərisində ən fəqihi, ən elmlisi idi. Və Əbu Bəkr Sıddıq radiyallahu anh ən elmli olması ümmət tərəfindən qəbul edilmişdir. Lakin onun adının bu ən çox rivayət edilən 7 sahabənin içərisində olmamasının
səbəbi odur ki, onun Allah Resulü sallallahu aleyhi ve sellemin xilafətindən sonra onun xilafət müddəti cəmi 2 il, 3 aya təsadüf etmişdir ki, böyük bir zaman olmamışdır. Eyni zamanda ondan çoxlu nəqillər bizə gəlib çatmamışdır. Onun kimi Ömər radiyallahu anh'ın ondan gələn fetvaların, fikri fetvaların, daha sonra hüquqi rəylərin və qaziliklə bağlı olan, məhkəmə ilə bağlı olan məsələlərin çox gəlməsinin səbəblərindən ən böyüyü odur ki, onun xilafətinin təqribən 10 il 6 ay müddətində sürməsidir ki, bu müddətdə ümmətdə, xilafətdə bir çox məsələlər baş vermişdir və həmin fetvalar, həmin nəqillər də bizə gəlib çatmışdır. İkinci fetvası ən çox nəql olunaraq bizə gəlib çatan sahabilərdən ikincisi olaraq Ali ibn Əbu Talib radiyallahu anhudur. Bunun ən böyük səbəbi odur ki, Raşidi xəlifələrin ən gec vəfat edəni məhz Ali ibn Əbu Talib radiyallahu anhdur. Eyni zamanda özünün xilafətindən əvvəl və özünün xilafəti dövründə çoxlu fiqhi fetvalar vermiş və həmin fetvalar bizə sağlam bir şəkildə gəlib çatmışdır. Üçüncü sahabə olar Abdullah ibn Məsuddur. Abdullah ibn Məsud xüsusilə qeyd etmək lazımdır ki, fiqhdə sayılıb seçilən sahabələrdən biri idi. O fiqhi məktəbin və fiqhi məzhəbin sahibidir və onun yolunu davam etdirən tələbələri var idi. İndi isə sizə Ali ibn Əl-Mədinin sözünü zikr etmək istəyirəm ki, Ali ibn Əl-Mədini çox gözəl bir nəql edir. Lakin bu nəqildən öncə sizə bildirmək istəyirəm ki, Ali ibn Əl-Mədini kimdir? Ali ibn Əl-Mədini tabiin dövründə yaşamış və hədis elmində böyük imamlardan olmuşdur. Hətta hədis elmində onu Əmir el-Möminin deyə ləqəb vermişlər. Və onun ən məşhur tələbələrini saysaq, həmin kimsənin kim olduğu ortaya çıxar. Buxari kimi bir adam Ali ibn Əl-Mədinin tələbəsidir. Daha sonra Əbu Davud, Tirmizi, Nəsai kimi böyük imamlar bu Ali ibn Əl-Mədinin tələbəsidir. Ali ibn Əl-Mədini, hətta İmam Nəsai deyir ki, Allah sanki Ali ibn Əl-Mədini hədis elmi üçün yaratmışdır. Adam həqiqətən böyük iz qoyub getmiş alimlərdən birisi olmuşdur. Ali ibn Əl-Mədini deyir ki, sahabələr arasında elələri var ki, onların fikri məzhəbləri formalaşmış və insanlar onlara təqlid edirlər. Bu sahabələrin sayı 3 idi. Zeyd ibn Səbit, Abdullah ibn Məsud və Abdullah ibn Abbas. Allah onların hər birindən razı olsun. O deyir ki, bu 3 sahabənin hər birinin fiqh sahəsində ardıcıları, yəni təqlidçiləri, davamçıları vardı. Onlar öz müəllimlərinin elmini, fətvalarını və fikri görüşlərini yazıya alır, qoruyur və sonraki nəsillərə ötürürdülər. Daha da əvvəl demişdik ki, fətvaları nəql olan sahabələrin sayı 130-dur. Lakin bu o demək deyildir ki, digər bütün fətva verən sahabələr 130 nəfərdən ibarətdir. Fətvaları sadəcə və sadəcə bizə çatan sahabələrin sayı 130 nəfərdən ibarətdir. Onlardan ən çox fətvası nəql olanlar dedik ki, Ömər radiyallahu anhdır, Əli radiyallahu anhdır, İbn Məsud radiyallahu anhdır. İbn Məsudu xüsusilə vurğuladıq ki, özünə məxsus fiqhi məzhəbi vardı. Onun davamçıları xüsusilə İraqda, Küfədə idi. Yəni, Küfədə hakim olan fiqhi məktəbin sahibi Abdullah ibn Məsud idi. Hətta Ömər radiyallahu anhu Mədnədə olduğu dövrdə onu Küfəyə göndərərkən o Küfə əhlinə belə bir şey yazır. Deyir ki, təəlləmu minhu fəvallahi fəqad əsərtukum bihi alə nəfsi. Ondan, yəni Abdullah ibn Məsuddan elm öyrənin. Allaha and olsun ki, sizi öz nəfsimdən üstün tutaraq onu sizə göndərdim. Təsəvvür edin ki, yəni uzun müddət bir yerdə olmuş bir kimsəni ağırdır göndərmək, ondan uzaq qalmaq. Lakin Abdullah ibn Məsudu öz nəfsindən Küfə əhlinin üstün tutaraq onlara göndərir, alim olaraq. Beləcə, Abdullah ibn Məsud Küfədə müəllim və müfti idi. Onun ətrafında böyük tələbələr yetişdi və onun dediyi fiqhi məsələləri yazıb, qələmə alıb, kitab şəklində qoruyaraq növbəti nəslə ötürürdülər. Və bu da normalda anlaşılan bir şeydir. Çünki müsəlmanların hər biri dində, ictihada, imamlığa hər biri çatmır.
və dində böyük bir məqama çatmış bir kimsənin ətrafında toplanaraq, onun başına toplanaraq, onun fətvalarını əsas götürməsi həqiqətən normal bir şeydir, qəbul olunan bir şeydir. Daha sonra fətvası ən çox nəql olunan sahabelərdən Ayşə binti Əbu Bəkir radiyallahu anhə idi. O həqiqətən böyük bir alim idi, eyni zamanda fəqih bir sahabə idi. Onun elmindən həqiqətən çoxlu məxluq, çoxlu insanlar faydalanmışdır. Və eyni zamanda tabiin dövrün fəqihlərindən bir çoxu onun yanında fiqh elmi almışlar. Və hətta bəzi sahabələr Ayşə anamızın fiqh görüşünü soruşmaq üçün ondan fətvə də alırdılar. Daha sonra fiqh sahəsinə çoxlu rəyləri nəql olunan imam sahabələrdən biri də Zeyd ibn Səbit idi. Öncə qeyd etdik ki, Əli ibn Əl-Mədini nəql edir ki, Zeyd ibn Səbit müstəqil bir mədrəsə, məktəb, fiqh bir məktəb sahibi idi. Bu məktəb Mədinədə yerləşirdi. Sahabələr dövründə Mədinədəki hakim fiqh Zeyd ibn Səbitin məktəbidir və insanlar onun fiqhinə əsaslanırdılar. Zeyd ibn Səbit vəfat etdikdən sonra Mədinə əhalisi Abdullah ibn Umarın fiqhi məzhəbi ilə getməyə başlayırdılar. Bəzi alimlərin dediyinə görə Abdullah ibn Umar da bir çox məsələdə Zeyd ibn Səbitin məzhəbini götürürdü. Lakin bu təqlidçinin müstəhidi təqlid etməsi demək deyil. Çünki hər ikisi də imam idi, hər ikisi də müstəhid idi. Bu sadəcə bir müstəhidin başqa bir müstəhidin rəyini üstün tutması idi. Çoxlu fətvası ilə daha sonra bizə nəql olunan sahabelərdən birisi də Abdullah ibn Abbas idi, cədvəldə də göründüyü kimi. Demək, Abdullah ibn Abbas əsasən Məkkədə yerləşmişdi və Məkkə əhalisi onun elmindən böyük faydalanırdı və Abdullah ibn Abbasin də özünə məxsus fiqhi məktəbi, fiqhi bir məzhəbi var idi. Və onun vəfatından sonra böyük görkəmli, tanınmış fəqih tabinlər ortaya çıxdı. Axırıncı olaraq Abdullah ibn Ömər radiyallahu anh qeyd edək ki, ən çox nəql edilən, nəqilləri, fətvaları bizə gəlib çatan sahabələrdən birisi idi. İkinci olaraq orta dərəcədə nəql edilənlər. Yəni onların fətvaları bizə orta dərəcədə gəlib çatmışdır. Və buna da Əl-Mutavassit deyilir. Fətvası nəql olan sahabələrə gəlincə, birinci İbn Həzm deyir ki, onların hər birinin fətvasını topladıqda, hər biri üçün yalnız kiçik bir risalə həzmində material əldə etmək olar. Bunu Qeyyim rahiməhullah Ə'lamul Muvəqqin əsərində qeyd etmişdir. Bu sahabələrə fikir verdikdə Əbu Bəkr As-Siddiq, Osman ibn Affan, Ümmü Sələmə, Ənəs ibn Malik, Əbu Səid el-Xudri, daha sonra Əbu Hüreyrə, Abdullah ibn Amr, Abdullah ibn Zübeyr, Əbu Musa el-Əşəri, Cabir ibn Abdullah və Muaz ibn Cəbəl. Çox qəribədir ki, Muaz ibn Cəbəlin bu qrupda göstərilməsi onun elmi məqamına görə deyil, sadəcə ondan bizə nəql olunan fətvaların sayına görədir. Əksinə elm baxımından heç kim şübhə etmir ki, Muaz ibn Cəbəl ümmətin ən görkəmli alimlərindən birisidir. Hətta bəzi rivayətlərdə Allah Resulü sallallahu aleyhi və səlləm demişdir ki, Ə'ləmu ümməti bil halal vəl harami Muaz ibn Cəbəl. Ümmətim arasında halal və haramı ən yaxşı bilən Muaz ibn Cəbəldir. Bəli, bunun əsərin sənədində müəyyən sözlər olsa da, ibrət baxımından demək lazımdır ki, həqiqətən Muaz ibn Cəbəl ümmətin böyük alimlərindən idi. Hətta Allah Resulü sallallahu aleyhi ve sellem onu Yəmənə göndərmiş. Daha sonra uzun müddət Şamda yaşamış, onun əlinin altından böyük tabin nəsil, fəqih tabinlər yetişmişdir. Bu söz eyni zamanda Sa'd ibn Əbu Vaqqas haqqında, Salman Əl-Fərisi haqqında da keçərlidir. Üçüncü olaraq az nəql edilənlər, yəni fətvaları az bir şəkildə bizə gəlib çatanlar. Bunlar 110 sahabə civarında olaraq keçmişdir. Ümumən fətvaları bizə gəlib çatanların sayı 130-dur, lakin fətvaları az şəkildə bizə gəlib çatanların sayı 110-a yaxındır. Və bu sahabələrdən bəzilərinin adlarını zikr edək. Əbu Darda,
Hasan ibn Ali, Hüseyin ibn Ali, Ubey ibn Ka'b, Ebu Eyyub el-Ansari, Esma bint Ebi Bakr, Zeyd ibn Arqam, Thuban ve Berida ve diğer sahabeler. Allah onların her birinden razı olsun. Ömer el-Hattab radiyallahu anh'ın sözünü sizə zikr etmək istəyirəm ki, deyir ki, mən əradəl fəraid fəliyəti Zeyd ibn Səbit. Kim miras fəraiz elmini öyrənmək istəyirsən, qoy Zeyd ibn Səbitə müraciət etsin. Deyir ki, وَمَنْ أَرَادَ الْفِقْهِ فَلْيَأْتِ مُعَاذ بن Cəbəl. Kim də fiqh öyrənmək istəyirsə, Muaz ibn Cəbələ müraciət etsin. وَمَنْ أَرَادَ الْمَالِ فَلْيَأْتِنِ. Kim də mal dövlətlə bağlı məsələlər istəyirsə, mənim yanıma gəlsin. Bu söz göstərir ki, Zeyd ibn Səbit sahabələrin böyük fəqirlərindən olsa da, onun xüsusi ixtisas sahibi olması, xüsusilə fəraiz elmində olması heç kimə gizli deyil. Eyni anda Muaz ibn Cəbəl ümumi fiqh sahəsində ən görkəmli, ən tanınmış imamlar arasında idi. Bu həqiqətən göstərir ki, sahabələr arasında elmi ixtisaslaşmanın mövcud olduğunu göstərən ən gözəl nümunələrdən birisidir. İndi isə bizim 3-cü cədvəlimizə baxaq. Cədvəlimizdə daha əvvəl sahabələrdən danışdıq. Lakin adlarını çəkdiyimiz sahabələrin hamısının öz ardıcıları yox idi. Sahabələr arasında formalaşan əsas fiqh məktəbləri 3 idi. Birinci, demək, Mədinə məktəbi, Məkkə məktəbi, daha sonra İraq fiqh məktəbi. Əsasən də bu da Kufədə idi. İbn Qeyyim Ə'lamul Muvaqqiin əsərində belə deyir. Ümmət arasında fiqh və elm Abdullah ibn Məsudun, Zeyd ibn Səbitin tələbələri və Abdullah ibn Ömərin tələbələri və Abdullah ibn Abbasın tələbələri vasitəsilə yayıldı. Bu söz göstərir ki, fiqh yayılmasının əsas rolu həmin tələbələrin əli ilə, həmin tələbələrin vasitəsilə olmuşdur. Məktəblərə baxdıqda birinci məktəb Mədinə məktəbidir. Mədinədə əvvəlcə hakim fiqh məktəbi Zeyd ibn Səbitin məktəbidir. Ondan sonra Abdullah ibn Ömər'in məktəbi olmuşdur. Muhammed ibn Cərir Ət-Tabari gözəl bir söz buyurmuşdur. Deyir ki, Mədinədə əgər Abdullah ibn Ömər və Zeyd ibn Səbitdən onların vəfatından sonra əgər insanlar Allah Resulü sallallahu aleyhi ve sellemdən bir hədis bilmədikləri zaman Zeyd ibn Səbitin fiqhi ilə fətva verərdilər. İmam Məlik belə buyurur. Kənə İmamın nəsi bil Mədinəti bə'də Umar Zeyd ibn Səbit. Ömərdən sonra Mədinə əhalisinin imamı Zeyd ibn Səbit idi. Və kənə imamın nəsi bə'dəhu Abdullah ibn Umar. Və ondan sonra, yəni Zeyd ibn Səbitdən sonra isə Abdullah ibn Ömər idi. Bu söz xüsusi əhəmiyyət daşıyır. Çünki bunu deyən şəxs Mədinənin ən böyük fəqihi, Darul Hicrə imamı olan İmam Məlik idi. O Mədinə alimlərinin elmi irsini ən yaxşı tanıyan kimsələrdən birisidir. Və nəticə olaraq sahabələrin fiqh məktəblərinə nəzər saldıqda birinci Mədinə məktəbi əvvəlcə Zeyd ibn Səbit, ondan sonra Abdullah ibn Ömər idi. Məkkə məktəbinə nəzər saldıqda əsas banisi Abdullah ibn Abbas idi. İraq məktəbinə nəzər saldıqda onun banisi xüsusilə Küfədə olan Abdullah ibn Məsud idi. Bu məktəblər sonraki tabin dövrünün fiqhi inkişafının əsasını təşkil etmişlər. Daha sonra 4 məşhur sünni məzhəbinin formalaşmasının mühüm təsir göstərmişlər. Bu qədər növbəti dərsimizdə görüşənədək. Allah faydalı etsin. أليس الله بكاف عبدا